O gündən ki, vətənim Surşandan ayrılmışam, mən bu İslam dünyasında qəribəm. Ürəyim sinəmdə qəribdir. Sirrim və əsrətim ürəyimdə qəribdir. O köhnə əsrətim kəydətə çevriləndə qədim İranı ayağa qaldıracaq. Xosrov və Nuşravan əyyamını geri qaytaracaq. Ərəb xəlifələrin hakimiyyətə son qoyacaq. Bunun üçün mənə böyük Babək və ittifaq lazımdır. Sasani şahların nəslindən tərki dünya bir qoca var. Dağlarda ömür sürür, o müqavvanı İran taxtında oturtsak, ad onun olaraq ixtiyar bizim. İran mənim olar, Azərbaycan sənin. Afşin, Babək 20 il ərəb xəlifələri ilə ona görə vuruşmayıb ki, axırda İran taxtında bir müqavva oturtsun. Sənin can attığın möhtəşəm keçmiş, yaxud Adil Ənuşravan əyyamı bir nağıldır mənim üçün. Məyər sənin can attığın böyük gələcək yaxud bərabərlik dünyası bir nağıl deyilmi uşaqlar üçün? Əgər ədalətli keçmiş birinci yandırsa, ədalətli gələcək ikinci yandır. Əgər istəyirsən başın çiğni üstə salamat qalsın, sən də mənim kimi zahirdə xəlifəyə başay, sonra əleyhində gülərsən. Üç böyük dinin üç tanrısına ki, üçü tək bir şeytanın ötəsindən gələ bilmir. İnan və əqidə mənim üçün qumar daşı deyil, Afşin. Mən o mərama inanmışam ki, o mənə ya ölüm deyir, ya da azadlıq. Nədir bu dönməzlik? Nədir bu inat? Siyasət meydanına atılan hər bir kəs gah ilan olmalı, gah aslan. Düşün dediklərin barədə bir də görüşək. Əgər bugün qılınclarımızı birləşdirməsək, sabah ya sən məhv olacaqsan, ya mən. Haqlısan. Ya xəlifənin qara bayraq altında sən məhv olacaqsan, yaxud xürrəmlərin qırmızı bayraq altında mən.